Salam, hər vaxtınız xeyir. Bilirsiniz, bazar günü 9-dan buraxılış sınağı olmuşdu. Çox asan bir sınaq idi. Oradan hər hansı bir nümunə misalı çəkimi göstərim. Niyəsə bir çox adam bunu səhv eləmişdi. Gəlin birlikdə baxaq. Bizə deyir ki, mərkəzi O nöqtəsi olan çevrədə ABO 22 dərəcədir. ABO, yəni bura 22 dərəcədir. Daha sonra ACO, bura 28 dərəcədir. Bu mərkəzi bucaqdır. 2x olar. Bu da daxili bucaqdır. X. Axı daxili bucaq mərkəzi bucağın yarısıdır. Doğrudur. Daha çevrəni gözdən çıxardırıq. O yoxdur. Belə bir fiqur var idi. Güvəndə, dəyərdə, üçbucaq mövzusunda verilibdi. Həmin o kitablarda. Daxildəkilərin cəmi çöldəki bu bucağa bərabər idi. Yazıram ki, buradan 22 plus 28 plus 1x bərabərdir 2x-ə. Tənliyi həll edirəm. 50 plus x bərabərdir 2x-ə, 1x də bərabərdir 50 dərəcəyə. Yəni bu daxili bucaq 50-dir, bu mərkəzi bucaq 100-dür. Onun 2 qatı da. Mənə deyir ki, BAC-ni tapın. BAC-ni, yəni 50. Bəzi uşaqlar 50-ni tapıb 2-yə bölüb 25 yazıb. Qətiyyən. 50 tapdığınız elə sizin daxili bucağınızdır.